Salam dostlar, Ceyranbatan ərazisindəyik. Tutulmuş trabdan sonra yaxınlaşmışdıq. Bu trab, baxın, dəfələrlə mən videomuzda çəkmişik. Bu xəttə aparatla və yaxud da ki, nəyəsə bir şeylə daxil olmaq mümkün deyil. Mümkün olmamanın səbəbi odur ki, bu karçıqı 3 hissədən ibarətdir. Bu çıxmalıdır, bu hissədə suyu saxlayır qoxu üçün. Sən gedən xətti rahat görüb, nəsə rutusunu və yaxud da ki, aparatdan daxil olmağa görə. Əgər bugünkü gün bizim əlimizdə bu aparat olmasa, bu təzyiq olmasa, hava təzyiq olmasa, onu açmaq mümkün deyil. Çünki həmən xəttin gedən yeri görür kimi. Siz də bax, beləcə trab quraşdıranda əsasən son bir ildə rastlaşdığımız bir neçə də. Təsəvvür ki, bir il ərzində ən aşağısı 20-30 dənə bax bu cür traba rastlaşmışıq. Bu cürdə stanovka olunub, xəttə daxil olmaq olmur. Siz də belə traba əgər quraşdırırlarsa, bunun videoda görkəmiyyədi yaxşı, sadəcə xəttə daxil olmağı çətindir. Bu buradan 3 hissədən ayrılmalıdır, gedən xətti sən görməlisən. Sonra rahatlıqla borunu açmalısan. Bu arada qeyd edeyim onun dostlar, səhifədə nömrə var, siz də beləcə tutulmuş ümumiyyətlə mətbəx, trab, tutulmuş trablara görə əziyyət çəkirsinizsə, bizimlə əlaqə saxlayın, biz gələk köməyimizi sizə göstəririk. İndi inşallah bir neçə dəqiqə ərzində o trabı açıb biz hava təzyiqindən tərəfi verəcəyik. Ustam onu bağla.